Mayın 27-sində Prezident İlham Əliyev Laçına səfəri zamanı Laçın kanat yolunun təməlini qoyub. Doğru Xəbər Azərbaycan xəbər verir ki, Laçın kanat yolu şəhərin bulvar ərazisində yerləşəcək və iki hissədən ibarət olacaq. Kanat yolunun hündürlüyü 300 metr, xəttin uzunluğu isə 1720 metr olacaq. Hərəkət müddəti 6 dəqiqə təşkil edəcək. Ümumilikdə 17 kabinədən ibarət kanat yolu saatda 800 sərnişinə xidmət edə biləcək.